Baxın, ansambl modelinin yenilənmiş məlumatları da yenə də eyni siqnallar verir ki, iyul ayının 21-nə qədər baxın, Bakı ərazisində temperaturun 35 dərəcədən yuxarı qalxması var, 40 dərəcəyə çatması potensialı zəifdir. Ansambl modelləri bir daha bildirirəm ki, bu şəkildə işləyir. Qalın xətt gözlənilən temperatur göstərir, amma nazik qırmızı xəttlər isə yəni ekstremal vəziyyətdir, maksimal minimal temperatur. Əsas isə bu qalın xəttin göstərdiyi rəqəmlərdir. İyul ayının 20-21-nə qədər baxın, burada Bakı ərazisində temperaturun 35 dərəcənin keçməsi günorta saatlarında çox zəif bir ehtimaldır. Yəni 30 dərəcə ilə 35 dərəcə arasında temperaturun Bakıda iyul ayının 20-21-nə qədər davam etməsi gözlənir. Bizim əlimizdə olan məlumatlar, yəni digər uzun müddətli modellər də bu siqnalı verir ki, iyul ayının ərzində, iyul ayının sonlarına qədər, hətta avqust ayı ərzində uzun müddətli bir istilik dalğasının Bakıda baş verməsi potensialı zəifdir. Yəni 2010-cu ildəki bu 20-25 günlük davamlı uzun müddətli istilik dalğası ilə müqayisədə bu ilki istilik dalğası tamamilə mülayim bir, yəni müqayisə etsək, bu ilki temperaturla iyul ayındakı temperatur tamamilə mülayim bir temperaturdur. Lakin bəzi mediada yalan xəbərlər yayılır ki, Bakıda uzun müddətli isti olacaq, bu tamamilə əsassız bir iddiadır. Prosesə baxanda biz görürük ki, baxın iyul ayının 8-i sərin hava olsa da, ayın 9-dan başlayaraq Bakıda temperatur bir neçə dərəcə artacaq, ayın 10-da, 10 iyul tarixində, baxın temperatur 30 dərəcəni keçəcək, amma yenə də hətta iyul ayının ortalarında belə temperaturun 35 dərəcədən yuxarı qalxması potensialı yoxdur. Qlobal modellər elə İlçan Davalevin öz orta mənzilli hava təhlilləri mərkəzinin həftəlik model analizləri də yenə də güclü istilik dalğası göstərməsə də, bir-iki günlük temperaturun ola bilsin ki, Bakıda 40 dərəcə yaxınlaşması ola bilər günorta saatlarında. Amma uzun müddətli istilik dalğası əslində dünya praktikasında bir həftədən artıq davam edən istilik dalğasına uzun müddətli istilik dalğası deyilir. Yəni bir günlük, iki günlük müsbət 35-40 dərəcəli istilik dalğası sayılır. Yəni dünyada bu nümunələr Dünya Meteoroloji Təşkilatının qoyduğu qaydalardır. Yəni əgər 35 dərəcədən yuxarı temperatur 3-4 gündən artıq bir həftəyə davam edərsə bu istilik dalğası sayılır. Amma Bakıda iyul ayının 20-21-nə qədər faktiki olaraq ciddi bir 35 dərəcədən yuxarı, 40 dərəcə, 40-dan yuxarı bir temperatur mümkün deyil. Hətta 35 dərəcəyə yaxınlaşması belə zəif olacaq. 30-35 dərəcə arasında temperaturun dəyişilməsi gözlənir. Amma bu barədə son dərəcə məlumatları kanalda yayınlanacaq. Baxın, bir daha yaddaş təsəlli edirəm ki, iyul ayının deməli 12-sinə qədər baxın burada ciddi bir istilik dalğası gözlənilmir. Yəni istilik dalğası deyəndə ciddi bir istiləşmə Qafqaz arasında olmayacaq. Daha çox Avropa ərazisində, Qərbi Avropada, Böyük Britaniya, Fransa, İspaniya ərazisi, İspaniyanın şimalında və Almaniyada temperaturda artım potensialı var. Lakin uzun müddətli bir istilik dalğasının Qafqazda baş verməsi ehtimalları zəif bir ehtimal olaraq qalır. Yəni bu modellərin ümumi tendensiyası bunu göstərir ki, ciddi bir istilik dalğası gözlənilmir. İyul ayının hətta 13-dən 19-una qədər də, baxın burada göstərir ki, iyul ayının 13-dən 19-una qədər də, yəni də Qafqaz ərazisində bu Şərqi Avropa istilik dalğası olmayacaq. Amma burada bir qədər bir Azərbaycan arasında temperaturun artması potensialı var. Bu da antitsiklonun təsiri ilə olacaq. Amma bu da istilik dalğası sayılmır, ciddi bir istiləşmə gözlənilmir. Baxın, Xəzər dənizi imkan vermir ki, Bakı arasında temperatur yüksəlsin, burada bir sərinləşmə davam edəcək iyul ayının ikinci 10 günündə. Daha çox istilik dalğası Qərbi Avropaya doğru yayılacaq. İyul ayının 20-sindən 26-sına qədər də yenə də burada Qafqazda ciddi bir istilik dalğası ehtimalları yoxdur. 27 iyuldan 2 avqust tarixinə qədər yenə də, baxın burada, Qafqaz arasında ciddi bir istilik dalğası potensialı zəif bir ehtimaldır. Bu barədə yenilənmiş məlumatların təhlilləri əsasında kanalda yeni məlumatlar yayınlanacaq. Baxın, iyul ayının 12-sinə qədər baxın, Qafqazdakı yağıntılar kifayət qədər intensiv olacaq, yəni dağlıq hazırlıkçı yağıntılar Böyük Qafqazda, Kiçik Qafqazda çoxlu göstəricilərdən çox olacaq. Amma iyul ayının ikinci 10 günündə burada bir qədər yağıntıların azalması siqnallarını alırıq. Amma bu da hansı şəkildə baş verəcək, bu barədə bu siklon ki var, baxın burada Qərbi Rusiyada ekstratropik tipli siklon sisteminin deməli, yağış sistemi Qərbi Rusiyada aktiv olacaq. Bu sistem ola bilsin ki, yerini dəyişsin, trafik olsun, dəyişsin, Qafqazdan da keçə bilər. Yəni bu ehtimalları da nəzərə almaq lazımdır. İyul ayının 20-sindən 26-sına qədər baxın burada tarix yazılır. 20-26 iyul tarixində baxın yenə də Qafqazda yağıntılarda artım potensialı davam edəcək. Deməli, ciddi bir qurallıq ehtimalları olduqca zəif bir ehtimal.
Birbaşa plek görüntülərinə baxanda görürük Xəzər dənizinin cənubundakı antisiklon sistemi buludları Abşeronuna doğru deməli qovalayıb. Bunun üçün də iyul ayının 7-sindən 8-sinə keçən gündə 8 iyul günü birinci yarısında Abşeronda havada buludun artması, qısa müddətli yağış yağması, lokal şimşək çaxması potensialı da var. Bu barədə son dəqiqə məlumatları kanalda yayımlanacaq.